Hər vaxtınız xeyir. Bugün seriyamızın 7-ci dərsi ilə davam edirik. Bugün artıq ilkin funksiyalardan danışacağıq. Funksiyalarımıza başlayaq. Deməli, bugün danışacağıq biz 4 funksiyamızdan. Sum düsturumuz, maksimum, minimum və average'imiz. Sum nə deməkdir? Yəni, ümumi cəmi verir. Adından da zaten məlumdur. Maksimum nə deməkdir? Ən böyük dəyər. Minimum ən kiçik dəyər. Average nədir? Cəmin sayı nisbəti, yəni ədəd orta. İndi gəlin bir-bir düsturlarımızı yoxlayaq. Biz əgər ki, düsturlar olmadan, yəni işləsəydik, misal üçün ən adi funksiyalarda bütün maaşların cəmini tapmaq istəyirik, bərabər yazardıq və bir-bir bunları bu formada toplayası olacaqdır. Amma bu fikirləşin ki, nə qədər vaxt aparır. Yəni işçilər 100 nəfər də ola bilər, burada indi 8 nəfərdir, 1000 nəfər də ola bilər, 200 nəfər də ola bilər. Ona görə bizim artıq sum düsturumuz yarandı. Baxın, eyni matematik funksiyaları yazdığımız kimi bərabər yazıram, sum yazan kimi düsturumuz görsənir. Düsturun üzərində 2 dəfə toxunmağım və ya klaviaturumla tab düyməsi sol tərəfdə yuxarıda. Tab düyməsinə toxunmağım yetərli olacaqdır. Sum yazıb taba toxunduqdan və ya üzərində 2 dəfə toxunduqdan sonra cəmləmək istədiyimiz hissəni seçməliyik. Baxın, bu hissəni seçdim, mən deyirəm ki, bu hissəni cəmləmək istəyirəm. Seçmək də çox sadədir. Birinin üzərində dayanırıq və sol düyməni vurub saxlayıb aşağı çəkirik. Və artıq enter vurduqda görürəm ki, mənə ümumi cəmi verdi. Yaxşı, bir daha yoxlayalım, bərabərdir. Sum yazdım, tab vurdum. Ən rahat yol nədir? Birbaşa sütunu seçmək. Baxın, gəlib bir də belə seçmirəm yəni. Sadəcə gəlib bütün sütunu seçdim. Enter vurarkən baxın, yenə də eyni cəmi verdi. Sum yazıram. İndi baxıram ki, əgər mən bu aralığı seçəndə F4, F11 aralarında qoşa nöqtə var. Yaxşı, bəs qoşa nöqtə nədir? Deməli, Excelimizdə qoşa nöqtə və nöqtə vergül terminləri var. Qoşa nöqtə aralıq, nöqtə vergül isə sadəcə o və bu deməkdir. Yəni, necə göstərəcəm? Misal üçün, baxın, sum yazdım, düsturumu təsdiqlədim. Deyək ki, birinci maaşımızı seçirəm. İndi nöqtə vergül qoyuram. Gəlib indi 4-cü maaşı seçirəm. Gəlib indi tutaq ki, 8-ci maaşı seçirəm. Baxın, F4, F7, F11 aralarında nöqtə vergül var. Əgər nöqtə vergül varsa, sadəcə bu üçünü toplayacaq. Baxıram ki, həqiqətən sadəcə üçünü topladım. Yox, əgər qoşa nöqtə vardısa, misal üçün, baxın, birincini seçdim. Qoşa nöqtə qoyuram. Və deyək ki, misal üçün 7-cini seçirəm. F4-dən F10-a qədər arada qoşa nöqtə varsa. Yox, nöqtə vergül varsa, baxın, F4 və F10. Qoşa nöqtə varsa, F4-dən F10-a qədər. Bunu F11 edim ki, tam işləsin. Deyək ki, hətta bu hissəni. Hətta yəni, bunun yanına gətirim. Bu hissəni gətirdim. Necə gətirdim, baxın, bu tərəfindəki bu işarəli. Digər dərslərə baxsanız, bunda görə bilərsiniz. Gəldik maksimum düsturumuz. Maksimum düsturumuz nədir? Yəni, aralıqdakı ən böyük ədədi tapır və ya rəqəm tapır. Bərabər də yazıram, maksimum yazıram, bax, düsturumuz çıxıb. Üzərinə 2 dəfə toxuna bilərəm və ya tabla təsdiqləyə bilərəm. Təsdiqlədikdən sonra gəlib bu formada aralığı seçə bilərəm və ya ümumi sütunu da seçə bilərəm. Enteri vursam 1436. Bir dəfə də aralıq seçərək yoxlayaq. Maksimum gəldim, bütün aralığı seçdim və enteri vurduqdan sonra 1436-nı tapıram. Deməli, ən böyük maaşımız 1436 imiş. Baxağın, bəli, ən böyükdə 1436. Minimum. Eyni formada digərləri kimi burada eyni funksiyalar işləyir. Minimum yazıram, bütün aralığı seçirəm və ya bütün sütunu da seçə bilərəm. Enter vursam 564. Deməli, ən az maaşımız 564 manatdır. Average'imiz nədir bəs? Average'imiz cəmin sayı nisbətidir. Yəni, misal üçün, belə bir yoxlama aparağın. Düsturumuzu yazıram, tabla təsdiqlədim və bu aralığı seçdim. Enter vuram, mənə yazdı 965. Yaxşı, bəs bu 965-i necə aldım? 965-i mənə cəmin saya nisbətini taparaq verdi. Yəni necə? Misal üçün, biz əgər sum yazsaq, düsturu təsdiqləsək, bütün hamısını seçib, baxın, möhtərizəni bağlayıram. Burada necə işçimiz var? 8 işçimiz. Və bölsəm 8-ə, baxın, artıq biraz daha mürəkkəbləşdi funksiyalarımız. Bizə nə verəcək? 965. Bir daha göstərirəm, necə elədik. Baxın, bərabərdir sum, bütün hamısını seçirəm. Möhtərizəni bağladım ki, bu funksiya mənə cəmi versin. Bölmə işarəsini qoyuram və neçə işçimiz var? Bizim 8. 8 yazıram da. Enter vurduqda, baxın, 965 aldım. Bunu əvvəllər bu formada edirdik, amma daha sonra average düsturu yarandı deyə artıq o formada uzatmağa ehtiyac yoxdur. Bərabərdir birbaşa düsturu yazıb, hamısını seçib 965-imizi, yəni dəyərimizi, axtardığımız dəyəri ala bilirik. Bunlar Excel'in birinə başlanğıc düsturlardır. Yəni biz ilk olaraq, ilkin başlanğıc olaraq bu düsturlardan danışırıq.
Deməli bizim samımız oldu. Ümumi cəmi tapır. Maksimumumuz ən böyük dəyəri tapır. Minimumumuz ən kiçik dəyəri tapır. Average-imiz bizə cəmin saya nisbətini verir. Yəni ədədə ortalama dəyər. İndi bu funksiyalardan danışdıq. Gəlin bundan əlavə olaraq bir neçə texniki mövzuya da toxunaq. Hal-hazırda bunları buradan təmizləyirəm. Deyək ki, belə bir cədvəlimiz var. Baxıram ki, nömrəmiz, adımız, maaşımız, yeni maaş adında sütunlarımız var. Misal üçün biz istəyirik ki, adla maaş arasında yeni bir sütun əlavə edək. Yaxşı, bəs necə yeni bir sütun əlavə edirik? Yeni bir sütun əlavə etdikdə sütun həmişə sol tərəfə əlavə olunur. Yeni bir sətr əlavə etdikdə sətr həmişə yuxarı tərəfə əlavə olunur. Yəni misal üçün mən dayandığım mövqedən baxın, misal üçün hal-hazırda mən burdayamsa, əlavə olunan sütun mənim sol tərəfimə əlavə olunacaq. Mən maaş sütununun üzərindəyimsə, deməli əlavə olunan mənim sol tərəfimə əlavə olunacaq. Yəni bu ikisinin ortasına. O zaman mən soyad istəyirəmsə, ad və maaşın arasından soyadı əlavə etmək istəyirəmsə, maaşın üzərində dayanıram. Baxın, bizim burada insert bölməmiz var. Gəlib buradan insert sheet column edə bilərəm. Baxın, yeni bir sütun əlavə olundu və mən bura soyad sütunu adlandıra bilərəm. Yox, əgər sütunu silmək istəyirəmsə, gəlib buradan baxın, delete bölməsindən sheet column delete silə bilərəm. Və ya deyək ki, 3-cü və 4-cü işçinin arasına bir də işçi əlavə etmək istəyirəm. O zaman 3 ilə 4-ün arasına əlavə edəcəmsə, 4-ün üzərində dayanıram. Baxın, insert sheet row, yəni yuxarı əlavə edir. Silmək istəyirəmsə, bu sütunu dayanıram. Yəni bu sətirdə dayanıram. Bu sətirdə harda dayanmağımdan asılı olmayaraq. Gəlirəm və sheet row vururam. Excel-də silmə məlumatlarımız da biraz fərqlidir. Misal üçün indi sizə bunları göstərim. Deyək ki, bütün cədvəli seçirəm bu formada və ya Ctrl-A vuraraq da bütün cədvəli seçə bilərəm və ya buradan da seçə bilərsiniz, amma ona hələ ki ehtiyac yoxdur. Və ya əslində Ctrl-Shift Space ilə də seçə bilərsiniz. Yəni bunlar hamısı eyni funksiyanı yerinə yetirir. Sistem funksiyanı baxın, burada bizim pozan bölməmiz var. Clear, yəni təmizlə bölməmiz. Təmizlədə görürəm ki, 5 növ funksiyamız var. Bizə hələ ki 3 dənəsi lazımdır. Content, format, all. Content nə edir? Baxın, bütün məlumatları silir, amma cədvəlimiz və formatlar eyni qalır. Ctrl-Z ilə geri alıram. Gəlsəm, format nə edir? Bütün formatını silir. Baxın, cədvəllər getdi, amma məlumatlarımız, kontentimiz qalır. Bəs bu nə edir? Clear all. Artıq bu həm kontenti, həm də formatımızı silir. Hələ ki, bu günlük əslində bu qədər funksiya və texniki biliklər bəs edə. Artıq digər dərsdə düsturlarımız biraz daha mürəkkəbləşəcək.